Hörmətli sərhəd qoşunları komandanı Elçin Quliyev cənablarına müraciət edərək bildirmək istəyirəm ki, mən Musayev Araz Furqanoğlu sizə müraciət edərək bildirirəm ki, hörmətli Elçin müəllim, bildirmək istəyirəm ki, qeyri-qanunsuz olaraq Uçsanda Federasiyasının prezidenti Azər Həsənsoy tərəfindən, Kickboks Federasiyasının fəxri prezidenti Adil Əliyev tərəfindən və Kickboksun vitse-prezidenti Elşan Əbdülrəhmanov tərəfindən bildiyiniz kimi Türkiyə Respublikasında mənə qarşı törədilmiş terror cinayətində adları hallanan və bu günləri Ali Məhkəmədə işləri davam edən Elşan Əbdülrəhmanov, Azər Həsənsoy və bu günləri Sərhədçi İdman kompleksində Azərbaycan çempionatı keçirmək istəyirlər. Ancaq bunu bildirmək istəyirəm ki, İdman Nazirinin şöbə rəisi Elnur Məmmədov tərəfindən güya bunlara icazə verilmişdir. Ancaq sizə müraciət edərək bildirmək istəyirəm ki, Kickboksun müraciətinə əsasən İdman Naziri əmr imzalamışdı ki, Kickboks Federasiyası ilə Muay Thai Federasiyası birləşsin. Ancaq buna baxmayaraq Dünya Federasiyasının prezidenti tərəfindən dəfələrlə İdman Nazirindən müraciət edərək Kickboks bizim qırmızı cizgimizdir deyərək və belə iki idmanın bir yerdə fəaliyyət göstərməsi və Muay Thai Kickboksun tərkibinə verilməsi mümkünsüzlüyünü bildirmişdi. Buna baxmayaraq Kickboks Federasiyası bir il bundan qabaq Türkiyənin Antalya şəhərində keçirilən dünya çempionatına komanda göndərərək, Muay Thai-ya təhsil edərək, komanda göndərərək və gəlib dünya çempionatına çatmışdılar. Ancaq orada qalaraq dünya çempionatında iştirakları çətinləşərək və Dünya Federasiyası Kickboks komandasını bu şərtlə buraxmasını bildirmişdi ki, Muay Thai-ın tərkibində dünya çempionatına buraxacağıq və bizim nəzarətimizlə. Və bu dünya çempionatına buraxılarkən və dəfələrlə canlı bağlanaraq bildirmişdim ki, məni bu yarışda vuracaqlar. Əlbəttə, elə də oldu. Mənə qarşı sui-qəsd törədildi. Bu sui-qəsd nəticəsində bir neçə insan ağır cinayətlərdə bulundu və onlardan 3 nəfəri bildiyiniz kimi 17 il 6 ay cinayət işi alaraq ağır məhkəməyə göndərildi və cəza verildi. Buna baxmayaraq bildiyiniz kimi Elşan Əbdülrəhmanov, Azər Həsənsoy və Vüqar tərəfindən də onlar bir ilə yaxın ağır cinayətdə adları bulunaraq ağır rejimdə yatdılar. Buna baxmayaraq bu gün də Ali Məhkəmədə, Apellyasiya Məhkəməsində Türkiyə Respublikasının prokurorluğu tərəfindən onların həbsi yenə istənilir və davam edir. Bu günləri onların işi Ali Məhkəmədə olmağına baxmayaraq, bildiyiniz kimi Sərhədçi İdman kompleksində qanuna uyğun olmayaraq Respublika çempionatını keçirdəcəklər, ancaq Muay Thai Federasiyasının idarə heyətindən tutmuş bütün üzvlərinin heç kəsin xəbəri olmadan. Buna baxmayaraq, həmin yarışda təşkil olunan Uçsanda və Kickboksin idmançılarının döyüşəcəyi bildirir. Ancaq buna Muay Thai Federasiyasının prezidenti olaraq və Muay Thai Federasiyasının üzvləri adından sizə müraciət edərək bildirmək istəyirəm. Hörmətli Elçin müəllim, siz bu vətənin, bu torpağın, bu suveren ölkənin bir komandanısınız, biz böyük rütbə daşıyan böyük şəxsisiz. Bununla bağlı müraciət etmək istəyirəm. Danışığımda da hiss etdiyiniz kimi səhhətimdə yenə böyük problemlər var. Həm qarınla, həm də ağız, sifət qaydasında hələ də büyünə qədər müalicələrim davam edir. Ancaq buna baxmayaraq, Azər Həsənsoyun, Elşan Əbdülrəhmanovun, Kickboks Federasiyasının fəxri prezidenti Adil Əliyevin davası bu gün də məndən davam etməkdədir. Buna sizə müraciət edərək bildirmək istəyirəm ki, qeyri-qanunsuz olan bu yarışı orada keçirilməsinə mən inanıram ki, icazə verilməyəcək və sizin böyük nüfusunuz və sizin böyük bu qurumda böyük bir, necə deyərlər, Azərbaycan Qarabağın işğalından azad olmasında
ordumuzda böyük qəhrəmanların olması, biz inanırıq ki, biz idmançıların haqqı tapdalanmayacaq. Dövlətimizə, dövlətçiliyimizə hər zaman xidmət edən bir şəxs kimi, hər zaman xidmətdə olan bir şəxs kimi bir də bildirmək istəyirəm ki, bu dövlətin bir polkovnik, leytenant rütbəsini daşıyan şəxs kimi sizə hörmətli Elçin müəllim müraciət edərək bildirirəm. Bildirirəm ki, bu yarışın keçirilməsi qanuna uyğun olmamağı barəsində sizə dediyim bir məlumat verim. Ancaq buna baxmayaraq bildirmək istəyirəm ki, bildiyiniz kimi Kickboks Federasiyasının apellyasiya məhkəməsində yazdığı müraciət və İdman Nazirliyinin şöbə rəisi Elnur tərəfindən çıxardılmış qərar bildiyiniz kimi apellyasiya məhkəməsində ləğv edilərək və Muay Thai Federasiyası olaraq fəaliyyət göstərəcək, kickboks isə kickboks olaraq fəaliyyət göstərəcək. Bunların heç biri qeydiyyatdan keçmədən bu gün tez bazar necə deyərlər, bu yarışın həyata keçirilməsi Muay Thai komandasının dağılmasına səbəbkar olmaq istəyirlər. Mən inanıram ki, necə deyərlər, biz idmançılar Cənab Ali Başkomandana sığınaraq və onun hər zaman ətrafında, hər zaman onun tapşırığında olaraq Azərbaycanın 3 rəngli bayrağını qaldıraraq imisini səsləndirmişik. Biz inanırıq ki, sizlər və ümumilikdə bütün hər kəs bizə dəstək olacaq ki, Muay Thai idman növü yenə də öz, necə deyərlər, 3 rəngli bayrağını qaldıraraq öz himisini səsləndirəcək.